Yaşa seni, yaşa, yaşa. Bin yaşa. Maşallah, maşallah. Halal olsun, halal. Sen garmon çalmıyorsan ey bu. Sen çaldığın meditasiya indi. Hamdolsun Allah, bu garmon ifası değil. Kur'an hakkı.
Durmayın, Ələt, durmayın. Mən bir söz deyim, bir söz deyim. Görüm nətər mən ayıbçı bilmirəm. Bu tərəfə nətər görüm, özüm tərəfə. Mən ekranları qurdum, bir dənə görüm, siz tərəfə gəlim, orada deyim. Arzu, mənim sizin yanınızda oturum, mən danışım. Balaca bir iki kör mən nəsə deməliyəm mən. Baxmayacaq, danışmışdım. Elə bildim sözüm olmayacaq. Öz deməyə sözüm yoxdur, belə. Bilirsiniz niyə? Yuxuladım. Mən beynim yatır bu dəqiqə. Beynim yuxuludur, bilmirəm nə deyəcəm iş. Nə bir özümə gəlib, bir dəqiqə yəqin danışaram. Mən bunu qarmon ifası adlandırmıram. Bu qarmon ifası deyil. Mən bağışlasınlar, kimlər istəyir, tənqid edilsin, özü bilər. Mən öz azadım, insan azaddır danışmaqda. İnsan azadlığı bu qarmon ifası etsin, elədiyiz. Bu musiqi terapiyasıdır. Bu çox belə, nə deyim, mən çox nadir musiqi terapiyasında yatan adamım, bilmirəm. Çox, indiyə qədər məsələn, ancaq özümün çaldığı şeylərdə yatırdım mən, bilmirəm. Mən çünki bunu görməmişəm, bunu görüm ki, mən bunda yatım deyim ki, kimisə ifasında mən də yata bildim. Bu qarmon ifası deyil. Musiqi şünas deyiləm, amma Allaha and içəm ki, bu qarmon ifası deyil. Bu, mən dilim qısadır bir dənə, yenə deyirəm.
Arzu müəllim deyir, tez-tez deyirsən, musiqi təhsil olmamasındadır mənim dilim qısa. Amma mən, bax, ay əziz tamaşaçılar, dinləyicilər, bilmirəm. İndi qoy bir özüm haqqında məcburam açıqlama edeyim. Məcbur mənə bəlkə onu da başa düşəsiniz. Mən gündə 2 saat yatıram. 2 saatdan artıq yatmıram. 15-20 saat mən musiqilərdə nəsə axtarıram. Özdə bir ölkənin musiqisində yox. Dünyada 195-196 dənə musiqi, 195-196 ölkə var. Buradan gedirəm, orada məsələn deyəm, doğru dildə deyim ki, buradan Yaponiyadayam, bugün sabahlarım, məsələn Rusiyadayam. Orada mənim üçün düşmən ölkə yoxdur. Bütün musiqinin düşmənçiliyi yoxdur. Musiqi, heç bir ölkənin musiqisi düşmən deyil bizlərə. Heç kəsə. Əgər nəsə musiqidə də düşmən kiməsə kəsilirsənsə, sadəcə olaraq adam insan olmur. Hər yerdə mən nəsə təsir edici bir şey axtarıram. Çox təsir edici şeyləri mən tapdım axır ki, nədən mən də yata bilərəm, mən özümdən gedir söhbət. Gör, ilahi səslərdir, müğənnilərdir, tuturam onları, indi öz sahəmdə qoymuşam, nələri qoyuramsa özümün də şəklinin adı altında, orada hamısı müalicəvi səslərdir, müalicəvi. Ona görə qoyuram onu, elə yox ki, kimsə, hamınız məni tanıyırsınız. Mən onun səsi insanları sağaldır, mən onu da qoyuram orada. Amma özümü saçləşdirirdim mən indiyə qədər. Açıq deyim, mən özümü saçləşdirirdim özümün çaldığı ilə. Bir də ən güclü mənə təsir edən Əfqan sitarı idi. Əfqan, Hindistan sitarı yox ha. Bunlar başqa-başqa sitarlardır. Bunlar başqa-başqa. Onların biraz çıxartdığı səsləri tədqiqatını da aparmışam və o nəticəyə gəlmişəm ki, Əfqan sitarı Hindistan sitarından qat-qat güclüdür. Qat-qat. Onun verdiyi belə rahatlandırıcı belə səsləri heç bir alət verə bilmir elə bir kamança verir, kamança qədər effektə malik olan o alət. Amma mən, nə olar məndən inciməyin, xahiş edirəm, bir qarmonu ifaçılar, məndə heç kəs inciməsin məndən. Mən sadəcə olaraq qarmonu xoşlamamışam da. Siz də ki, kamançanı xoşlamamışsınız. Nə olsun, mən çağıram. Mən demirəm ki, siz də kamançanı xoşlamalıdır. Mən saçlaşa bilmirdim da qarmonla. Özümdən asılı deyil ki. Mən bunu dünənlərim mən gördüm, o çalğıda. Dünənlərim. Dedim ki, hökmən sabah sənin çəkiliş yapacağım burada. Bu, ikinci dəfə mən Allaha and içirəm ki, bu qarmon ifası deyil, bu ən güclü meditasiyadır, bu musiqi terapiyası, bu insanın çaldığı. Musiqi terapiyası bu ilə məşğul olmalıdır, bilmir, yerini tapmayıb. Mənə dostum olsa da, musiqi şünas olsa da, mənə yazığım gəldi dünən buradan gedəndə ki, sən yerini tapmamısan, sən orada, bu səhnədə yox. Səhnədə 195 ölkənin, 1-2 dənə ölkənin yox, nə bilim, Türkiyədir, bura 5-6 dənə ölkənin səhnəsində yox, sən 195, 196 ölkədə görünən adamsan. Quran haqqı, xəbəri yoxdur özündən. Bu elə belə çalğı deyil. Çünki 2 dəfədir mən yatdım. Özümü çox pis hiss edirdim. Özüm çaldım bəyəklarım. Yatdım, təzədən qayıtdım yoluma. Amma özümü pis eləyirdim. Adam özünü pis hiss eləyir. O hissləri verəndə sizə, biz enerjini ötürəndə bu meditasiya ağır bir şey altına girsən, yükün altına. İnsanları sakitləşdirməyə altına girsənsə, özün ürəyə verirsən onlara. Ürəyə verirsən, yazıq adam olursan özün, yazıq. Gündən nələrə, hansı hallara düşürsən. Dünən mənə Arzu müəllim dedim, bu ancaq profesional adamlar, nə olsun musiqi məktəbinə gedən minlərlə adam mən də tanıyıram. Hamısı bu sözü demir daxı. Dünən bu mənə deyəndə Arzu müəllim ki, siz nə günlərə düşdünüz bunu ifa edəndə? Dedim, həqiqətən. Bunu ifa edibsən bayra, çölə çıxanda, səni tanımayan adam hökmən təsir bağışlayıcı ki, bu haradası içib gəlib. İçib gəlib, ya nəyinsə təsir altındadır. Bunu ancaq belə ürəyi olan, böyük ürəyi olan musiqişünaslar başa düşür ki,
Sən o ürəyi verdin, sən nə yazıq günə düşdün. Ay Eldar dünəmadidir. Yəni onu demək istədi mənə. Yəni biraz rahatlam. Heç cürə rahatlana bilmirdim. And olsun, özümə yer axtardım da ölürdüm dəndən. Amma bu qatili bir dənə də mənə dedi ki, Eldar mənim bir dənə də sənin kimi mən çalım. Ürəyimdə fikirləşdim, doğrudan mənə elə təsir edəcək. Dinlədim mən qarmon, mənim qarmonla xoşum gəlmir. Doğrudan bundan ləzzət alacağım. Ürəyimdə, mən səmimi danışıb xoşlayıram. Ürəyimdə belə yanaşdım. Dedim, amma bunu xətrinə dinləyə bilmərəm axı bu. O deyib, bir dənə də sənin kimi mən ifa edeyim. Bu mənə necə inandı, dedim, mən də buna inandım. Mən də buna inandım ki, mənim kimi deməli, mükəməlkənin effektini verəcəksin, nə o deyib, onu musiqi şurnası arxasında dayanacaq. İfa eləyəndə vuruldum. Dedim, sabah gəlirəm, mən bir gün yola çıxmalıyam, belə yorğun. Yazıq özü də bu çoxdan bağlayıb, evə getməliydi. Dedim, dayan orada. Sən yerə düzgün düşməmişsən. Sən o ilə məşğul olmalısan. Günü büyüyündən elə bu ilə məşğul olmalısın. Bir yazıb, insanlar şəfa alsın. 3-4 ölkəyə gedib belə səhnədə onsuz da bir gələcək. Allah qoysa mən söz verirəm ki, Arzu müəllim İsveçdə də çalacaq. Onu mən burada söz verirəm ekrandan. Bütün Azərbaycan xalqına söz verirəm. O Azərbaycanda hökmən o İsveçdə gəlib çalacaq. Mən orada yaşayıram. Milyon paydora gələcək. Bir dənə bu İsveçlik dövlü dünyanın 196 ölkəsini yatdıran adamdır. Mən orada yatdım. Səsi də götürməyən adam amma musiqi çalıram, amma uca səsi olan kimi qulaqlarımı tuturam. Mən hər qulaqlarımı düzü açıq oyanda tutdum uca səslə. Uca azacıq gəlsin də səsi bunun. O azacıq səslə yatdım. Yatdım, rahatlandım, durdum ki, sözümü deyim mən. Bu qarmon ifası deyil. Əgər kimsə məni tənqid eləmək istəsə, o səhv eləyəcək. Tənqid eləyən adamlar, birinci nömrədə xahiş edirəm ki, tənqid eləmək istəyən adamlar baxsınlar görək, o hansı səslərlə kimə nə təsir eləmək olar. Bu adam pıçıltı ilə danışır, bu adamla ucadan danışmaq olmaz. Mən öz tipimi tapdım. Bu belə adamlara nə səs qaldırmaq olar bu belə adamlara, nə ucadan danışmaq olar. Nə həyat yoldaşı ucadan danışa bilər bu ilə, nə balaları, nə heç kəs. Bu qeyri-adi bir adamdır, dostumdur deyə, ona xoş olsun deyə mən demirəm. Mən özümün səs üzərində apardığı tədqiqat, özümün onun şah əsəri gördüm burada. Mən şah əsərdir, şah, prosto bir xalq olaraq bir-birimizdən xəbərsizik. Yerimizi bəzən tapmırıq. Mən tapmayan kimi nə olsun musiqi alətləri satır, nə olsun Azərbaycan bir neçə ölkəsinin səhnəsindədir, nə bilim, bir neçə ölkəlik deyil axı, yerini tapmayıbdır. Özü bilir, çox güman ki, özü bilir. Yenə deyirəm, dolanmaq lazımdır. Dolanmaq lazımdır ki, biz xalqı, dünya xalqlarını yatdıraq, hipnoz edək, ləzzət verək onlara. Bunun üçün axı biz də dolanmalıyıq. Bunun texnikası var, ailəni saxlamaq var, məsələn deyirəm, çox şeylər var burada. Nağaraq. O da ailə saxlamaq ucbatından məcburdur. Məcburdur ki, bu ilə məşğullanır. Mən çox təəssüf edirəm. Nəsə, Arzu müəllim, siz mənim böyük bir məsləhətimdir. Mən sizə prosto, sizin qabiliyyətinizə vuruldum. Siz qarmon məktəbini qurtarmamışsınız. Siz musiqi terapiyası məktəbini qurtarmışsınız. Özünüzdən xəbərsiz. Onu hamı ifa edə bilər. Hamı gedər qarmon çalar. Hamı gedər, nə bilim, kamançada çalar. Hamı. Amma mən özümü tərifləmək istəmirəm. Amma hamı kamança çala bilər. Amma hamı kamança çalır, qarmon çalır. Musiqi terapiyası eləyə bilməz. Bu da demək üçün insan belə başqasının ayaqqabılarını çıxardır, başqasının cildinə girməlidir, ürəyinə, empatiya deyirlər buna, empatiya. Simpatiya bəs eləmir, kimsə orada keçəndə deyəsin, ona nə yaxşı adamdır. Simpatiya bəs eləməz, empatiyadan sən danış. Empatiya. Girirsən o adamın qəlbinin, ürəyinin içinə girib ona kömək eləmək istəyirsən. Onu hər adam, onu bacarmaq üçün insana Allah ürək verməlidir. O ürəkdə nə olsun, hamı musiqi məktəbinə gedir, o ürək olmayanda bu musiqi terapiyası
meditasiya deyək, meditasiya heç zaman o musiqi şüuruna verə bilmir. Ona ilahi bir vercidir o. O ilahi verci, siz deyirsiniz ki, siz məndə hiss edirsiniz onu. Mən olduğu kimi sizə tərif olmaq kimi onu qaytarmıram, and olsun Allaha. Mən bu ilahi vercini mən sizdə hiss edirəm ki, məndə olan şey sizdə var. Onu nadir mən hiss edirəm kimdəsə. Siz bu ilə fəxr edə bilərsiniz, amma dünya ölkələrinin sizə ehtiyacı var. Arada bir eləyin, YouTube-a qoyun. YouTube-a qoyun, öz səhifəsinə. Mən bunu bu dəfə qoyacağım, əziz dinləyicilər. Mən bir-iki həftədir nəsə YouTube-a qoymağa başlayıram. Mən hələ bir yaxşı YouTube-dan da başım çıxmır, boynumu alıram. Nə paylaşmaqdan, nə başım çıxmır. Mən bu Arzu müəllimin çıxışını, birinci ifasını özüm qoyacağım, öz sahəmdə. Və mən ümidvaram ki, Arzu müəllim özünə hesab açacaq, orada istədiyi kimi sözləri yazıb qoyacaq artıq oradakı çalan. Budur nə? Mən hələ ki qoyuram, mən qiymətimi verdim. Bu çalğı deyil qarman ifası, bu meditasiyadır. Mən də necə deyirlər cəmaat, 100% belə dincəlirik, 100 gündə neçə dənə şeylər alıram, yatırıq, sağ ol, biz şəfa tapırıq, həqiqətən musiqi terapiyası sənki. Mən eyni şeyi, bu Arzu mənim də hiss elədim, eyni şeydir, bu çalğı deyil. Mən buna başımla cavab verirəm bu sözümə. Bu başımla. Yenə deyirəm, kimsə burada mübahisəyə girişsə, oturub danışmağa hazıram burada. Bu haralarda getdi musiqi terapiyasına, başdan ayağa. Bu başdan ayağa, bu Muhammed çalmadı ki. Bu qarman ifası deyil bu. Bu meditasiyadır onu elədiyi, aydın ki, onu qarman deyil. Sağ olun, şirin sizə yuxular arzulayıram, Arzu müəllimin ifasında, mənim ifamda. Mən kamança çalan adam, kamançanın səsi çox gözəl ki, Arzu müəllim onu təsdiq edir. Mən qarnımda yatdım. Kamançanın səsi qədər yatdım, eşq olsun onu vermək lazım idi o səsi. Hər bir qarman ifaçısı verə bilməz axı ürək lazım ona. Gərək kimdəsə bu adamın ürəyi olsun, nə bilim, bir dənə texnika bəs eləmir, texnika doğrudan bəs eləmir, ürək lazımdır. Minnətdarlığımı bildirirəm sizə, əziz tamaşaçılar ki, bizə nə belə büyük vaxt itirdiniz, qulaq asırsınız bizə. Şirin yuxular, şirin istirahətlər. Arzu müəllimin ifasında, mənim ifamda sizə arzulayıram, bağırma basıram hamınızı. Sağ olun. Arzu müəllim, sağ olun. Bunu da söndürürüm mən. Mən vuruldum sadəcə olaraq.